Səidə Tolik məsələsinə istəyirəm gələk. Deməli, ötən gün gecə axşam saatlarında sosial şəbəkədə bir yayım açılmışdı. Mən həmin yayımın təsadüfən elə tamaşaçısı oldum. Ümumiyyətlə, bu məsələnin kötüyü hardan gəlir? Əvvəlcə istəyirəm oradan başlayaq, dəyərli izləyicilər. Təxminən bir 4-5 gün əvvəl Səidə Sultan bir video paylaşdı ki, aparıcılar, nədən qorxursunuz və s. və ilaxır. Biraz çox sərt açıqlama idi və o aparıcıların arasında, nə bilim, üzdən iraqlar və s. bu mövzulara toxunmuşdu. Və deməli, səhəri gündə, yoxsa 2 gün ondan sonra Tarix Əliyev bildirdi ki, Səidə nə deyirsə düz deyir və s. Ötən gün axşam saatları idi. Yazılar sərf eləmir biz yazdığımız. Yox, siz yazdığınız sərf eləyir. Sadəcə yayımımız YouTube-dadır. Əgər sizə vacibdirsə, gəlin YouTube-dan suallarınızı ünvanlayın. Mən şərhi bağlayayım. Ən gözəli belə ürək bulandırıcı bəzi şərhləri adam görmək istəmir. Çünki vətəndaş özünə lazım olan düşünür ki, sən onun ayağına getməlisən. Əgər sənə lazımdır, YouTube-da İntiqam Valihoğlu yazın, gəlin baxın. Deməli, Brilliant Dadaşova canlı yayıma qoşulmuşdu. Yayımda əvvəlcə bir 600-700 nəfər var idi. Hüseyin Məhəmmədoğlu da həmin canlı yayındaydı. Və belə bir vəziyyət yarandı ki, Hüseyin Məhəmmədoğlu canlı yayıma mənim də qoşulmağım üçün bir istək göndərdi. Mən qoşulmaq istəyəndə, amma yayımçı başqa bir adam idi. Mənim, deməli, qoşulmaq istəyimi belə deyək, rədd elədi. Və daha doğrusu Hüseyin Məhəmmədoğlu'nun istəyi idi, mən qəbul eləmişdim. Bir də gördüm, Samir Bağırov axtarırlar canlı yayıma qoşmaq üçün. Nəysə, Hüseyinə də yazdım ki, bax, belə bir vəziyyət yarandı, yəni biləsən. Və bundan sonra artıq yayımda 700-800 nəfər var idi. Sonra Brilliant xanım ekranı belə deyək, görüntünü açdı və bir müzakirə filan. Və Səidə Sultan gəldi, çıxdı yayıma, Tarix Əliyev gəldi, çıxdı yayıma, amma əvvəlcə Tarix Əliyev qoşulmuram deyə bir şərh yazmışdı, onu da görmüşdüm. Sonradan elə bir vəziyyət yarandı ki, yəni telefonda 2 nəfərin arasında belə o söhbətlər biraz adam ehtiyatdan eləyir, yəni o dərəcədə məsələlər. Burada belə deyək, məsələn nə idi? Mən ümumiyyətlə güman edirəm ki, bu mövzu barışıqla yekunlaşacaq. O birincisi ona görə ki, nəticə olaraq bu show biznes deyilən camiyə bir aşağı-yuxarı, yəni eyni qazandır, eyni çevrədir. Bunun ondan dostluq var, o birisinin bundan nə bilim tanışlığı var, ortaq dostlar var, qohumlar var hətta. Amma bu məsələlərin bu yerə gəlib çatmağında mən hesab edirəm ki, həm elə Tarix Əliyev, həm Səidə Sultan bu mövzunun əslində qurbanlarıdır. Niyə? Çünki zamanında, vaxtında inzibati formada deməli, bu mövzu öz həllini tapmalı idi. Necə tapmalı idi? Əgər Audio-Vizual Şura, Milli Televiziya Şurası, nə deyirsiniz deyin adına, qərar versə, qayda qoysa ki, məsələn, bu adamlar efirə çıxa bilməz və yaxud da yəni, bu janrda oxuyanlar çıxa bilməz. Orada artıq istəyir Zaur Kamal olsun, istəyir digər Zaur olsun, Nəbioğlu, istəyir Tarix Əliyev, istəyir başqa bu tip proqramların aparıcıları heç bir halda qonağı çağıra bilməzlər. Yəni, Səidənin o cür danışmağı əslində buradan qaynaqlanırdı. Yəni, inzibati boşluqlarının olmağı 2 nəfəri bir-birinə nətər deyirlər, düşmən elədi. Amma yenə də mən hesab edirəm ki, nəticə olaraq bu məsələ belə deyək, düzdür, ola bilsin məhkəməyə gedər çıxar filan, amma burada yəni yekunu barışıqdır. Çünki bunlar aşağı-yuxarı eyni sahədə çalışan adamlardır, düşmənçiliyi inanmıram olmağına. Amma bir daha buradan mən də müraciət edirəm. Əgər növbəti belə qalmaqalların, növbəti belə davaların, nə bilim, qırğınların, nə bilim, nələrin olmağını istəmirsinizsə, yəni bu məsələlər televiziyalara inzibati, yəni qanunla hansısa formada müdaxilə olunmalıdır. Məsələn, burada yapışdır kağızda ki, bura zibil atmayın. Baxacaqlar ki, deməli, görən yoxdur, atacaqlar. Amma oraya bir kamera qoyursan, məsələn,
Bir də yazırsan zibil atan 100 manat cərimə olunacaq, heç kim atmır. Yəni, bunu hansısa bir inzibati formaya, qanun, qayda formasına salmaq lazımdır. Bu sözlə keçən iş deyil. Əgər sözlə keçsəydi, hansısa sənətkarın sözü ilə, nə ilənsə bu məsələlər həllini tapsaydı, Azərbaycanda bu dəqiqə öz janrında Brilliant Dadaşovadan böyük sənətkar yoxdur. Yəni, estrada sənətimizdə qadın ifaçılar arasında Brilliant Dadaşovadan böyük sənətkar yoxdur. Ora Aygün Kazımova hamısını daxil edir, amma ondan böyük yoxdur. Nə yaşca, nə təcrübə olaraq, nə texnik olaraq. Amma görürsünüz, onun qarşısında belə bir arzu olunmaz vəziyyət yarandı. Demək ki, bu məsələlər qanuna salınmadıqca, hansısa bir belə deyək də, rəsmiyyət xarakteri almadıqca, burada bugün Səidə ilə toyluq dalaşacaq, sabahları başqa bir Səidə ilə başqa bir toyluq dalaşacaq və nəticə olaraq məsələ həllini tapmayacaq. Məsələn, dünənləri həmin yayımda 50.000 adam vardı, 40.000 adam var idi. Amma, məsələn, Brilliant Dadaşova özü sənətdən, ümumi danışanda 10-12.000 adam vardı. Biz nəzərə alaq ki, cəmiyyət olaraq belə şeyləri xoşlayırıq. Kim nəzər kimizlə dalaşsın, biz də oturaq buna baxaq.